Fevral ayının 26-sında Xocalı soyqırımından az sonra gördük ki, yox, yenə bu yerə göyə sığmır. Bir parça kağız yazıb qoymuşdu ki, mən gedirəm, nə qədər Qarabağda döyüşlər tamamlanmayıb, torpaqlarına alınmayıbsa mən qayıtmayacağam. Ondan sonra bir müddətdən sonra, gedəndən bir müddət, mart ayının 12-sində bizə xəbər gəldi ki, Natiq itkin düşüb. 1992-ci ildə Natiq Qasımov döyüş yoldaşları ilə Xocalının Pirlər kəndi yaxınlığındakı strateji mövqedə yerləşən Alban kilsəsinə sığınır. Bu yüksəklik uğrunda erməni silahlıları ilə mübarizə aparır. Bizə əmr gəldi, biz iki qrupaya bölündük. Bir qrupamız getdilər kilsə deyilən Alban kilsəsi, yəni sonradan bilmişik ki, Alban kilsəsidir. Bir qrup ora getdi, Natiq Qasımov da uşaqların içində olmaq şərti